Hello! Herkese salamlar. Yeni bir tem bağlama videosundan. Bu dəfəki bağlamalarımız gördüyünüz kimi stola yerləşmədiyi üçün artıq ayaq üstə dayanmışam. Həm sayca çoxdur, həm də həcmdə çox böyük bağlamalardır. Düşünürəm ki, çox maraqlı video olacaq. Ümid edirəm sizin də xoşunuza gələcək. Gəlin başlayaq. İlk öncə oturmağım üçün bunları yerə qoyaq. İlk öncə gəlin böyük bağlamadan başlayaq. Sizə maraqlıdır o böyük bağlama niyə o qədər böyükdür? Çünki içində yorğan var. Daha doğrusu yorğanlar var. Bəli, Temudan yorğan almışam. Görək necə çıxacaq, mənə çox maraqlıdır. Ya 3 ya da 2 dənəsi sifariş eləmişəm, səhv eləmirəmsə. Belə bir yorğan da adi klokda gəlib. Bu yorğan deyəsən ekstra bir isti saxlayan yorğan idi, səhv eləmirəmsə. Elə bir şey var idi. Və belə... Yorğan necə göstərim? Əməli başlı qalın bir şey oxşuyur. İç hissəsidir. Bu da çölü. Bu yorğan deyil deyəsən. Bu səhv eləmirəmsə buralarına tüklər çox qorxdum ki, bu nədir? Bu deyəsən üstdən belə atmaq üçün kürk fason şaldır. Bu dəfəki bağlamamızda çoxlu belə toy paltarları kimi bir şeylər sifariş eləmişəm və sifariş elədiyim paltarlar inansız Instagramda atelyelərdə göstərilən paltarların demək olar ki, eynisi idi. Material baxımından necə olacaq bilmirəm. Və əgər vlogları izləyirsinizsə, yəqin ki, bilirsiniz ki, maskarat parti olacaq. Burada balo tərzi, Cinderella'nın balosu kimi. Ora hazırlaşıram. Qızlarla ora gedəcəyik və onun üçün xüsusi kombin eləmişəm. İndi bunu əynimdə göstərərəm sizə. Bu kürk kimidir. Belə. Əynimdə görəndə daha yaxşı başa düşəcəksiniz. Belə mən özüm də başa düşmürəm. Artıq qaranlıq düşüb, ona görə işıq o qədər də yaxşı olmaya bilər. Amma ilk bu kürkü geyindim. Göstərim sizə. Bilmirəm, kürk demək olar bunu, amma kürkdür də. Yəni, kürk demək olar məncə. Dəhşət çox tük tökür. Birincisi onu deyim ki, içinin materialı. Baxın, içini göstərim sizə. İçinin materialı bu cürdür. Bu nədir belə? Bez kimi bir şeydir. Qəşəng deyil. Düyməsi bağlandı. Biraz çətin bağlanır. Biraz genişdir gördüyünüz kimi. Bununla da kəməyinə də bağlayıram. Bəlkə də videoda qəşəng görünür, bilmirəm. Amma onu deyim ki, yaxşı deyil. Çünki dəhşət çox tük tökür. Yəni, həddən artıq çox. Əlimə hər atamda belə tökülür. Görürəm ki, şalvarımın üstünə baxın bir dənə. Diri ağappaq tükdür. Oyda. Bunu yusam da bu gedəcək, görəsən. Yəni, şalvarımın üstü qapqara şalvar bütöv ağappaq oldu. Ona görə də qəşəng görünə bilər. Amma nə indirik? Bunu almırıq. Çünki yaxşı deyil, keyfiyyətli deyil. Sonra bu da bir paltodur. Paltodur belə. Kəmərini də içinə qoyublar belə. Amma material heç yaxşı deyil qızlar. Yəni belə napnazikdir. Və növbəti palto. Əslində palto dedikdən yəni nazikdir. Bunlardan belə qalın palto materialında deyil. Biraz böyükdür məncə. Yəni, mən paltoları belə olmalı deyil, amma ən balaca ölçüsünü sifariş eləmişəm, səhv eləmirəmsə. Pis deyil, bayaqkılar daha pis idi açığı. Bu o qədər də pis deyil. Amma çox qəşəng də deyil. Açığı mən belə kəmərli palto tərzi şeyləri xoşlamıram. Çünki geyimin üstünə belə kəmər bağlayanda elə biləm ki, hamam xalatına oxşuyur. Yəni, adi xalata oxşuyur. Yəni, çox pis deyil, amma yenə də mənə oyda ürəyim getdi, nə gözəldir falan demərəm. Belə çönüm, baxın. Daha sonra belə kiçik bir bağlama var. Bunun içində corabdır. Neçə cüt corab almışam. Biz corabı çox tez-tez dəyişirik. Bəzən olur ki, günə Elvində 2 corab falan dəyişir. Ona görə corab bizdə dözmür. Və keçən dəfə mən aldığım qız üçün olan corablar çox qəşəng çıxmış deyə düşündüm ki, Elvin üçün də alım. Onun üçün də çox yaxşı çıxar. Belə 1, 2, 9, 10 cüt corabdır. Belə. Və materialda yaxşı görünür açığı. Qəşəng materialı da var. Corab işini Temudan həll edə bilərsiniz. Bu yorğan deyə sadəcə bunun havasını alıblar. İndi açacağım, bu nə boyda olacaq. Üzərində də yazılıb necə açım. Heç buna ağlım batmadı. Deyəsən bunu heç açmayacağam. Çünki bu deyir ki, bunun 2 cür açırma metodu var. Biri açırsan 12 saat günəşdə qalır. Biri də ki, sadəcə yuyursan, qurudursan elə. Yəni bunu açsaqmı? Günəşdə 12 saat necə qurur? Çox qəşəng bir şey oxşuyur açığı. Bunu hələ ki açmıram, bu qalsın. Olsam əgər onsuz da vloglarda gündəlik olaraq göstərirəm istifadə etdiyim məhsulları. Orada bir yerdə baxarıq. Və bir dənə də palto. Bu yaprak dökümündəki Deli Leylanın paltosu. Çəhrayı belə bir paltodur. İlk
baxışdan materialı gözümə xoş gəlmədi. Və çəhrayını geyindim. Buna palto demək olmaz. Bu sadəcə pencək kimi geyinə bilərsiniz. Yəni bu sizi soyuqdan qorumayacaq qətiyyən heç bir qramda. Pis deyil açığı, pis görünmür, amma elə qəşəng də deyil. Kəmərini taxarkən güzgüdə bir daha baxdım və fikrimi dəyişdim. Çox pisdir. Pisdir də, nə deyim, pisdir. Sizcə bu qəşəngdir? Yəni məncə bunu almayın heç. Daha sonra belə bir şey gəlir əlimə. Bu dəftər kimi bir şey deyəsən. İçindən özünün lentləri çıxır bantik bağlamaq üçün. Və belə bir dəftərdir. Lentləri buralara keçir bağlamaq üçündür. Bunun arxasına yəqin ki, şəkil qoymaq olur bu hissədən. Belə ürək formada. Qəşəngdir. Buralara kartlığınızı qoyun. Bura lentdən keçirirsiniz. Arxaya şəklinizi. Dəftərin özündə də yumru şey var. Bu tərəfdə də not yazmaq üçün var. Hər səhifəsi fərqli-fərqlidir. Bilirəm ki, aranızda mənim kimi dəftərdən ötürü ürəyə gedənlər var. Və bir dənə də yorğan. Bu da belə açsam belə fluff olacaq. Çox böyüyəcək. Havasını alıb qoyublar bura. Və böyük bağlamanın sonuna gəldik. İndi keçək digər bağlamaya. İkinci böyük bağlama. Bir baxaq gərək bunların içində nə var? Bərk bir şeydir. Bilmirəm nədir. Ayaqqabı. Ayaqqabını elə göndəriblər ki, belə qutusuz falan. Adamlar büküblər, amma yaxşıdır. Çox qəşəngdir. Bir ara Zara'nın belə ayaqqabıları vardı, babet formasında. Bir damcı belə əzilib, amma düşünürəm ki, problem yoxdur. Ayağa geyindikcə düzələr. Balaca topuq, çox qəşəng ayaqqabıdır. Oyda. İndi ayağımda da göstərərəm. Ümumi kombi ilə bərabər. Belə mirvarlı. 37. 37 niyə? Yəqin 36-sı yox imiş, 37 vurmuşam. Çox qəşəng görünür. Bu kürkdür. Ağlı və bozdu rəngdə. Bunları ayaqüstü də göstərəcəm dediyim kimi. Belə. Burada nəyəsə var. Tük buraxır. Təbii ki, tük buraxır. Çox da keyfiyyətli deyil. Amma günü qurtarar deyə düşünürəm. Belə. İndi prinsessaya oxşayıram. Belə. Bunları kombindən göstərərəm sizə bir yerdə. Seçərik görək hansını geyinim maskaratlı baloya. Bunun içində çoxlu aksesuarlar var oyda. Və donlardan biri. Çox səbirsizlənirəm açıq bunu geyinmək üçün. Qəşəng görünür. İlk baxışdan qəşəng görünür. Çox maraqlıdır. Arxası isə bu cür belə deşikli. İndi əynimdə göstərəcəm sizə. Bu hissəsi də çox qəşəng görünür. Əslində 3 dənə paltar sifariş eləmişdim, səhv eləmirəmsə. Amma onun biri deyəsən stokda yox idi, nə idisə olmadı. Yazdılar ki, bunu göndərə bilmirik. Bunu geyinmək üçün çox səbirsizlənirəm. Bu yerlərdə falan görürəm, toylarda bax bu cür belə şaxşaxalı, qəşəng şeylər geyinirlər. Mən toylarda falan heç çox belə şeylər geyinməmişəm. Düzü biz tərəfdə toylarda heç belə bu qədər belə atelyelərdən belə abartı geyimlər, donlar, belə şeylər, veçerni şeylər geyinən olmayıb deyə. Biz həmişə sadə, elə ki toya geyindiyimiz don, sonra gündəliyə, işə falan da geyinə bilirdik. Bax o cür donlar geyinirdik. Belə bu qədər bu boyda don. Əgər qardaşımın, bacımın, nə bilim, toy deyilsə, bu dərəcə geyim görməmişəm mən biz tərəflərdə. Ona görə mənim üçün ekstra bir həyəcanlı olacaq, çünki ilk dəfədir geyinəcəm. Bir dənə paltarıma baxın. Görün nə qəşəngdir, nə gözəldir. Da uzundur. Amma problem deyil. Yəni idarə etmək olar deyə düşünürəm. Burasında belə bir yarığı var. Amma onsuz da belə üst-üstə olduğu üçün çox görünmür. Amma çox qəşəngdir. Yəni o qədər ürəyimə yatdı. Tacımı da görürsüz. Məncə ikisi bir yerdə çox qəşəng oldu. Yəni bu paltarı həqiqətən də alıb, siz tərəflərdə toya belə geyinirlərsə, paltarı alıb geyinə bilərsiniz. Arxadan da göstərim belə. Beli biraz açıqdır. Prens serialından çəkmək istəsələr, hər cür çəkiliş təklifini açıram. Çünki düşünürəm ki, oradakı prenseslərdən daha qəşəng prenses oldum. Üstündəki kürküm. Düzdür, bu artıq prenses kürkü deyil, tam bir kraliçə kürküdür. Amma açığı sadəcə şəkil çəkdirmək üçün bunu taxacam, sonra yəqin ki çıxardacam. Bir dənə də geyim var, amma bu nəsə şaxşaxasız görünür. Bu da yaxşı görünür əslində. Bunu Instagramda atelierdə görmüşdüm. Baxın bu tərz geyim. Bu da qəşəng görünür əslində.
Belə. Amma o məncə maskaratlı baloya daha çox uyğundur. Bu biraz sadə qalır onun yanında. Burasında belə muncuq detalları var. Bu artıq tam da toy dondu. Çox qəşəng dondu, sadə, incə, hər şey yerində. Yəni bunu tam olaraq geyinə bilərsiniz və buradan çıxıb belə birbaşa toya gedə bilərsiniz, amma siz tac taxmayın. Mən xoşuma gəlir deyə tacı çıxartmaq istəmirəm, ona görə taxıram. Çox qəşəng dondu. Hər şey incədir. Materialı çox qəşəngdir. Yəni qaşındırmır, narahat eləmir. Yəni mən çox bəyəndim və bu tərzdə donları dediyim kimi Instagramda, atelyelərdə falan görürdüm, paylaşırdılar. Deyəsən Elvin də ən çox bunu bəyəndi. Hə? Üçündən ən çox hansını bəyəndin? Ən çox bunu bəyəndim. Sizcə bəs bunlar arasından baloya hansını geyinəcəm? Ayaqqabılarla da qəşəng görünür əslində. Üstü mirvarisi, aşağı mirvari. Bir dənə belə qutu var. Bilmirəm içində nə var. Çantadır. Bu dəfəki bağlamalar dediyim kimi dəhşətdir. Çanta o qədər özənli paketləyiblər ki, tam bir maskaradlı balon üçün prinsessa çantası. Mirvarisinə qədər, wow. Bunun mirvarisi biraz əyilib, amma düzəltmək olar. Çox qəşəngdir. Açığı, bu hissələrin qızılı rəngi olan hissəsini çox bəyənmədim. Çox belə bronz qızılısıdır. Daha belə qızıl-qızılısı ola bilərdi. Amma yenə də çox qəşəngdir. Yəni, məncə, əldə çox qəşəng görünür. Bu da mirvarisi. İndi burasını da açarıq. Balo üçün çox qəşəng olacaq deyə düşünürəm. Və içində özünün zənciri də var. Amma məncə bunun zəncirinə ehtiyac yoxdur. İçi də belə genişdir əslində. Nə istəsəz qoya bilərsiniz. Telefonunuzu, kaşlokunuzu, toyda çəkdiyiniz şəkli. Belə əldə tutmaq məncə çox daha qəşəngdir. Düzdür, bu çanta qızılı, bunun daşları gümüşüdür. Amma problem yoxdur. Gedir deyə düşünürəm. Bir dənə də don var imiş. Deməli, 3 don var imiş. Bu da məncə balo üçün çox da uyğun deyil. Amma gördüm, xoşuma gəldi. Dedim, bəlkə qəşəng olar. Aslında balo üçün uyğun da görünür. Korset hissəsi biraz dandikdir azca. Amma yenə də əyində geyinməmiş bilmək olmaz. Baxın, belə bir dondur. Əslində, bu da tam baloya uyğun bir paltardır. Nədir belə, üstdən belə şax-şaxalı. Yenə əldə heç nə başa düşmək olmur. Özüm də başa düşmürəm. Ümid deyirəm, əsas məsələ odur ki, bunların ölçüsü mənə uyğun gəlsin. Məncə, hamısının hər ehtimalı ən kiçik ölçü almışam. Dedim, boş olsa onu neynəyəcəm? Dar olsa eyb yox, bir təhər içinə girərəm. Salamlar, salamlar, salamlar. İlk öncə bu çantanı qırağa qoymaq istəyirəm. Çox qəşəng çantadır, amma bundan heç bir əlaqəsi yoxdur bu geyimlə. Bu geyimlə getmir. Tapışqalar niyə buradadır? Deməli, mövzu nədir? Mövzu odur ki, bu paltar gözlədiyimdən çox-çox daha qəşəngdir və çox-çox daha çox xoşuma gəlir. Sadəcə bir problem var, çox-çox uzundur. Yəni, baxın, bu paltar, yəni heç belə gözləmirdim açıq bunu, çox qəşəngdir. Biraz bu hissəsi uzundur və aşağı hissəsi ekstra uzundur. Ayaqqabını da geyindim, ayaqqabı çox-çox rahatdır, oradan görünür məncə. Yəni, o qədər rahatdır ki, bunun üstündə oynaya bilərəm və s. belə, çox rahatdır. Don da gördüyünüz kimi yerimək mümkün deyil donda. Yəni, gərək mən bunu qaldırım belə. Yəni, yerimək mümkün deyil, o ki, qaldı oynamaq falan. Ayaqqabımı biraz örtsə bəs, belə. Məsəl üçün, yerimək də olur, hər şey və görünüş olaraq da daha qəşəng olur. Amma təəssüf ki, bu don bu cürdür və bununla yerimək mümkün deyil. Belə bu cür görünür. Və içərisində qaldı aksesuarlar. Gəlin onlara baxaq. Birinci belə bir kutu gəldi əlimə. Gəlin bunu açaq. Nədir? Çox qəşəng paketləyiblər. Bu balo üçün maskadır. Ay, burnumu əzir. İncidir burnumu. Çox qəşəng görünmür. Məncə çox qəşəng, belə çox asil görünür. Belə qara paltarda bundan təsəvvür edin, amma burnumu əməlli əzir. Bunlara baxın, bir dənə bildiyiniz gəlin aksesuarları. Bəlkə bunları belə kameranı çöndərim, belə göstərim ən yaxşısı. Baxın, bu bildiyiniz gəlin aksesuarı, yəni. Bilirsiniz nəyə oxşuyur? O blogerlərin aksesuar səhifələri taqidir, toylarda falan taxırları. Hansı ki, kirayəsi belə 70-80 manat olandı. Onlara oxşuyur. İşıqda necə oradan göründü bilməm, amma buradan par-par parıldayır. Çox qəşəngdir. Baxın, sırqası da var. Belə. Arxası bu cür bağlanan. Məncə çox qəşəng görünür. Üzüyü də var. Gəlin üzüyünü də taxaq, baxaq. Üzüyünün qaşına bax.
Bu necə bu qədər parlaq eləyirlər? Öz üzüyümü çıxartmayım, onun yanına taxım. Bəxtəvər. Mənim orijinal üzüyümdən daha çox parıldayır, fikir verirsiniz. Bir də əsl təkdaş bu temdən almış təkdaş necə parıldayır. Növbəti aksesuara keçirik. Bu da yaşıl. Deyəsən yaşıl tac da almışam, səhv eləmirəmsə, uyumlu olsun deyə. Ondan belə yaşıl set almışam. Çox qəşəngdir. Bu da qızlar, buna baxın. Belə yaşıl daşlı, çox qəşəng sırğası var. Saçımı yığsam, düşünürəm ki, saçımı topuz yığaram yəqin ki, belə ondan çox qəşəng gedər. Parıldayırsa kamera fokuslamır. Amma bu set çox qəşəngdir doğrudan. Belə bir boyunbağı var. Bu da gözümə çox fərqli gördü. Çox qəşəng gəldi gözümə. Belə fərqli bir daşı var, fikir verirsiniz. Bilinmir, bozdur, yaşıldır. Boğazda şəkillərini qoyacağam onsuz da, hamısının necə göründüyü. Bu da çox qəşəng göründü. Düşündüm ki, hansısa dondan bəlkə yaxşı gedər. Baxarıq, bir dənə də set mirvarili. Bu sadə mirvari, heç nə yoxdur. Belə ortasında böyük bir mirvari daşı və bir dənə qaş. Belə. Şəkildə çox qəşəng görünürdü. Əslində həyatda da qəşəngdir. Süni mirvari olduğu çox bilinir təbii ki, yəni bu qədər mükəmməlliyindən. Amma bir də sırğası var. Bunun qolbağısı yoxdur. Bu bağlamanın da sonuna gəldik. 2 dənə kiçik bağlamamız var. Bunda da məncə seplər və s. var. Birinci buna baxaq. İçərisi doludu aksesuarlarla. Belə bir yaşıl set. Onu deyim ki, yəni kamerada o qədər parlaq görünmür. Amma inanın ki, parıldayır. Bunun qolbağısında da yaşıl var. Necə gözəldir, şaxşaxalı və çox parıldayır. Biri var parıldayır, biri var alışıb yana. Görək paltarımızdan hansı uyumlu olsa onu taxaq. Sonra belə bir maska var. Bu parça maskadır, sadə. Bu da qəşəngdir. Göstərim belə özümdə. Belə bir şey. Bu da qəşəng görünür. Wow. Məncə qəşəngdir. Evini gözləyirəm, görüm onu reaksiya verəcək. Gəlsəydim. Necəyəm? Geyinəcəm birazdan. Necəyəm? Elvin online'dan keçdi. Və maskamla bərabər belə görünür. Məncə kifayət qədər yaxşı bir balo paltardır. Yenidən dua edirəm ki, nə olar hər kəs mən qədər özənsin baloya, yoxsa çox bayaq qızlara da deyirəm, yoxsa çox gülünc vəziyyətə düşəcəm orada. Və bu bilirsiniz nədir? Bu üz üçün qaşdır, amma sadəcə qaş deyil, qəribə bir şəkildə üzə yapışdırmaq üçün bunun kəpənəkləri də var. Bir də buna baxın. Sadəcə buradan götürürsünüz, yəni ümid edirəm elədir. Çünki şəkildə başqa yapışdırmaq üçün nəyəsə ehtiyacınız olduğu görünmürdü. Baxın, belə xırda kəpənəklərdir, gözünüzün buralarına falan yapışdırırsınız. Bu da eyni üz üçün bir qaşdır, yenə parti makyajları üçün göstərim sizə. Bu biraz abartıdır, yəni çox abartıdır. Bir dənə tac var, belə qızılı. Elə bir baloya yox, Cinderella olaraq partiyə gedirəm. Məncə mən qəşəyəm deyə qəşəng göründü tac. Nə düşünürsünüz? Tam bir prenses oldum. Məncə çox qəşəng tacdır. Yəni düşünürəm ki, mənə də çox yaraşdı. Bir dənə də baxacağam. Əgər hansısa geyimlə uyumlu olsa bu tac taxacağam. Çünki nə çox şaxşaxalı deyil. Qəribə bir şəkildə sadəcə saç aksesuarına da oxşuyur. Heç belə tac kimi, belə tac deyil. Çox qəşəng, çox bəyəndim. Saçımı da belə təsəvvür eləyin, belə topuz. Belə. Heyecanlandım. Mən bunu çox bəyəndim. İcazənizlə videonun sonuna qədər bu prinses tacı ilə davam eləmək istəyirəm. Qaranlıq düşür, qaranlıq düşməmiş videomu bitirmək lazımdır. Bu da qara rəngdə. Görürsünüz, baxın, aksesuarın, o bayaqki aksesuarların qara rəngdə olanı. Qəşəng də pis deyil. Yəni bunlar bir dəfəyə qaralacaq materialdadır. Yəni 30 kilometrdən görünür ki, məni bir dənə üşürsən qaralacağam. Amma yəni günü qurtarmaq üçündür deyə düşünürəm bunlar. O məni bırak. Bu nədir? Bu da tacdır. Bu da tacdır. Bu da yaşıl rəngdədir. Qara paltardan daha yaxşı gedər deyə düşünmüşdüm. Ayın 16-sı Budapeştə... Oy, saçım dağıldı. Ayın 16-sı Budapeştə toya gedəcəm. Bəlkə bu tacı taxım gəlin şok. Yəni deyirəm, əgər gəlinsinizsə və tac almaq istəyirsinizsə gəliniz üçün, indi bunlar qızlı rəngdədir. Siz ağ rəngdə və s. tapa bilərsiniz. Temuda 100 cürü var. İstəsəniz onlardan da sifariş edib baxarıq. Yəni hətta tac üçün kirayə verdiyiniz pulun
yarısının yarı qiymətinə tac tapa bilərsiniz və ömürlük sizdə qalar. Mən özümdə kirayə götürmüşdüm Mima Accessoires'dan. Çox qəşəng tac idi, söz onda yox. Amma kirayəsinə 50 mi yoxsa 100 manat pul vermişdim, yoxsa 75 manat idi. Nəysə ki 75 manata Temudan tac dükanı qurmaq olar. Yaşlı rənglər düşündüm ki, qara paltarlarla daha yaxşı gedər belə. Amma məncə o ağ daha qəşəngdir. Bir də güzgüyə baxım yenə fikrimi dəyişəcəm. Yaşıl da çox qəşəngdir əslində. Amma ki yaşıl elə bil ki kraliça tacıdır. Bu prinses tacıdır. Bu biraz daha belə yaşı çox kraliça tacı vibe verir mənə. Geyimlə hansını getsə onu taxacam yəqin ki. Və elə bu bağlamanın da sonuncu paketidir bu tac. Bu da yaşıl tacdır, amma ondan biraz fərqlidir. Bu bu əməli başda artıq bu bir üst level kraliça tacıdır elə ki. Bərəbəbbəm belə. Saçımı incitdi. Bu əməli başda kraliça, bu çox hündürdür. Yo, bu abartı oldu. Bu nədir belə? Bu bayağı abartı oldu. Yəni bu bildiyiniz kraliça tacıdır. Çox qəşəng olduğunu düşünürəm tacın. Amma ki bu maskaratlı bal üçün biraz çox, yəni çox bir tacıdır. Amma yenə də çox qəşəngdir, çox şirindir. Daha bunları qaytarmaq istəmirəm. Bilirsiniz necə hiss edirəm? Tam da Hürrəm Sultan kimi indi bir dənə onu cosplayini eləyəcəm, görək olacaq. Ben bir şey istiyorsam Allah sureti alır. Hiçbir ateş yakamaz. Neden biliyor musun? Çünkü ben ateşimde kendisi. Neyse, bu qədər artistlik yetər. Bunu da çıxardıram artıq. Kraliça deyiləm artıq. Bildiyim tək bir şey var ki, inşallah hər kəs bu partiyə mənim qədər özənər. Yoxsa ki, hamı çox sıradan gəlsə, biabr olacaq. Yəni, mən bu qədər şaxşaxalı görünüb, hamı çox sıradan gəlsə, çox pis olacam. Yəni, onu bilirəm. Və keçirik sonuncu bağlamaya. Bu arada sizdən burada bir şey xahiş edirəm. Zəhmət olmasa elə indi, bax bu dəqiqə, stopu basırsınız və kanala abunə olub, sonra yenidən geri qayıdırsınız və rəyə yazırsınız ki, abunə olun. Çünki baxıram ki, kanala baxanların, videoya baxanların 80%-dən çoxu kanala abunə olmur. Bu məni büzüşdürür. Belə bir dəst paltardır. Bu desin ev geyimi olmalıdır. Əynimdə göstərərəm. Nə qəşəngdir materialı, yumuşaqdır. Amma materialı qəşəngdir, amma nazikdir. Və bu dəsti göstərim sizə. Bu ev dəstidir, çox qəşəngdir, çox rahatdır. Amma qış üçün heç uyğun deyil. Çünki hal-hazırda mən bunun içində donuram. Və 18, evdə neçə dərəcədə var? Və evdə hava 23 dərəcədir, çöldə də 18-17 dərəcə falandır. Çox soyuqdur. Yəni nap-nazikdir. Düzdür, çox qəşəng paltardır. Çox belə qəşəng, şirin. Paltar çox qəşəngdir, amma bütöv şəkildə paylaşa bilmirəm. Çünki figuranı çox bəlli eləyir. Yəni çox ortada qalırsınız, belə pis çıxmasın. Çox nazikdir və qış üçün məncə evdə belə geyinməyə uyğun paltar deyil. Bəlkə yaz, payız ayında o da bəlkə. Çox qəşəng bir dənə papaq var. Çox qəşəng amma. Qış gəlir deyə artıq şərf papaq falan sifariş edirəm. Deyəsən mənim başıma biraz böyükdür, amma nəsə belə çəhrayı rəngdədir, açıq çəhrayı və burasında belə çox şirin, belə işləmə, üstü yapışqan deyil, işləmə belə əl işi kimi belə çox qəşəng bir şey var. Çox qəşəngdir. Baxın, bir dənə saçım açıq olsaydı çox daha yaxşı görünərdi təbii ki. Bu açıq saçla bu papaqlar çox daha qəşəng gedir. Amma yenə də məncə çox qəşəngdir. Baxın belə çəhrayı, bu istidə naxışı falan. Məncə kifayət qədər görünür. Çox qəşəng papaqdır. Arxadan da belə görünür. Belə. Çox qəşəng papaqdır. Bunu layıqladıq. Daha sonra 3-5 belə xırda şey var. Gəlin onlara baxaq. Sarımsaq belə qəddiyəndir. Qəddiyən? Yox, sarımsaq. Sarımsaq tiyorkalayan. Bunu da üstünə qoyursunuz. Bax, üstündən basır. Heç əlinizi yormadan, əzmədən. Baxın belə. Tık. Və əzirsiniz. Daha doğrusu tiyorkalayırsınız. Bir dənə belə bir şey çıxdı. Bu bilmirəm nədir. Bu bildim nədir. Bu belə parçada iki tərəfdə yapışqan. Hansısa məsəl üçün koftanın
sinə hissəsinin biraz daha yuxarıda olmağını istəyirsinizsə onu yapışdırırsınız və ya köynəyin düymələri bəzən aralı qalır, onları yapışdırırsınız və s. Bantlardır, iki tərəfi də yapışqandır. Belə bir sep var. Nə şirin sepdir. Rəylərdə yazılmış ki, aksesuar sifariş edin çoxlu. Mən də ona görə bu dəfə çoxlu aksesuar sifariş etmişəm. Bu qolbağıymış. Ay, o nə şirin qolbağıdır. Belə. Qəşəngdir. Şirin qolbağıdır. Nədir? Nə şirin görünür. Qolbağıdır. Yadıma düşdü. Kimsə rəyə qolbağı sifariş edin deyəsən yazmışdı. Qolbağı setləri. Ona görə də qolbağı setləri sifariş etmişəm. Bu arada yenə məsələn biznes qurmaq istəyirik yazanlar var idi. Nələr sifariş edə bilərik? Məsələn bu qolbaqlar olduqca qəşəngdir. Düzü mən taxacağım bir şey deyil. Yəni bunu mən nə ilə kombinləyərəm, nə ilə taxaram bilmirəm. Amma belə şirin qəşəng görünür. Və belə bir paket var bağlı. Görün içinə çıxacaq. Üzük. Baxın, belə bir üzükdür və bu hissəsi fırlanır. Buna baxın. Yəni siz getdikcə, yol gedə-gedə ya da barmağınıza külək vursa fırlanacaq. Çox qəşəngdir. Bunu taxaq bura görə necə görünür. Amma belə əldə görünüşünə çox da ölüb bitmədim açığı. Yəni məhz fırlanmağına görə bunu almaram şəxsən. Və bağlamanın sonuncu məhsulu belə üzük setidir. Belə çox mini mirvarlar, ortasında bir dənə qaş. Burada da qızılı mirvarlar, ortasında bir dənə qaş. Burada da sadəcə tək qaş. Çox qəşəng görünür. Görək barmaqda necə görünəcək. Sıxmaq olar bunu, çünki arxası baxın bu cürdür. Bu hissəsini sıxa bilərsiniz. Çox qəşəng üzüklərdir, çox şirindir. Buna baxın. Ən çox bunu bəyəndim. Belə balaca mirvarlar, ortasında qaş, bunu çox bəyəndim. Videoya bura qədər baxmısınızsa və kanalıma hələ də abunə deyilsinizsə, balaca bir tık eləyib kanalıma abunə ola bilərsiniz. İnanın bu məni çox xoşbəxt eləyəcək. İzlədiyiniz üçün təşəkkür edirəm. Rəylərinizi oxumağı səbirsizliklə gözləyirəm. Növbəti videolarda sizcə hansı məhsullar olsun? Rəylərdə bölüşün mənimlə və maskeli baloya hansı don seçdiyimi görmək üçün gündəlik vloqlara baxmağı unutmayın. Hələlik.